Yoldaşlar, Amazonda məşhur kateqoriyalardan, yaxşı satış olan kateqoriyalardan biri də fenlərdir. Öz loqonuzu, eyni zamanda rəng falan hər bir şey dəyişə bilərsiniz. İndi göstərdiyim fen bu fendir. Top satışlarda olan bir fendir. Olduqca yüngül, funksional. 你好，这个多少钱？ 70. Qiyməti cəmi 70 yuan, hardasa 10 dollara yaxın olan. Nəzərinizə alın ki, cəmi bir ədədə bu qiymətdir. Çox aldıqda təbii ki, qiymət aşağı düşər. Populyarlıq yığan bir kateqoriyalardan biri də smart eynəklərdir. Gördüyünüz kimi olduqca yüngül, eyni zamanda tərcümə funksiyası var. Bəziləri var ki, kamerada var. Görürsünüz, kamerada var bunda. Bunun funksiyası da odur ki, ultrabənövşə şüa verdikdə lens başlayır qaralmağa. Yəni günəşə çıxanda siz gün açıqsı kimi görə bilərsiniz. Smart eynəklərin qiyməti 73 yuandır. Sifariş miqdarı bir korobka, onda içində 25 ədəd olur. Olduqca keyfiyyətli və funksional bir eynəklərdir.